Salam, bugün vergi ödəyicisini gözləyən risklərdən biri barədə məlumat verəcəyik. Bildiyimiz kimi mənfəət vergisi, gəlirlər çıx xərclər nəticəsində yaranan ümumi mənfəətin 20% miqdarında tutularaq dövlət büdcəsinə köçürülür. Misal, sahibkarın 100 min gəliri 70 min xərci olduqda 100 min çıx 70 min bərabərdir 30 min ümumi mənfəətindən 20% tutulur, yəni 30 minin də 20%-i 6 min miqdarında dövlət büdcəsinə köçürülür. Burada nəzərə almalı olduğumuz nüans sahibkarların gəlirlərini rəsmi sənədlər üzərində təsdiq etməsidir. Gəlirləri təsdiq edən sənədlər təqdim edilmədikdə bu zaman mənfəət vergisi fərqli hesablanır. Yəni, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 67.3-1-ci maddəsinə əsaslanır. Gəlirlər təsdiq olunan xərclərin rentabelliyindən nəzərən hesablanır. Sahibkar 100 minlik gəlirinin 80 min hissəsini rəsmi sənədlərlə təsdiq etdikdə, bu halda vergi məcəlləsinə uyğun olaraq mənfəət vergisi xərclərə görə hesablanacaqdır. Yəni, 70 minlik xərcin 50%-dən 20% tutularaq dövlət büdcəsinə ödənilir. Daha aydın desək, 70 minin 50%-i 35 min, 35 mindən də 20%, yəni 7 min məbləğ dövlət büdcəsinə köçürülür. Nəticə etibarilə sahibkar 6 min olan mənfəət vergisi əvəzinə 7 min mənfəət vergisi ödəməli olur. Bu halda sahibkar 1000 manat zərərlə qarşılaşır. Bu kimi halların qarşısı alınması üçün sahibkarlar gəlirlər və xərclərin rəsmi sənədlərlə tanınmasına diqqət etməlidirlər.